Elm yalnız laboratoriyada qalmamalıdır. Elm cəmiyyətə təsir edir, insanların düşüncəsini dəyişir, gələcəyi formalaşdırır. Dünyanın inkişaf etmiş ölkələrində elmi institutlar sadəcə akademik məkan deyil. Onlar texnologiyanın, iqtisadiyyatın, səhiyyənin, təhsilin və dövlət strategiyalarının görünməyən mühərrikidir. Amma Azərbaycanda çox insan elmi institutların nə iş gördüyünü bilmir. İnsanlar institutların adını eşidir, amma təsirini hiss etmir. Cəmiyyət suallarına cavab tapmaq üçün çox vaxt alimə yox, sosial mediaya, təsadüfi ekspertlərə və manipulativ platformalara üst tutur. Bugün başqa söhbətdə biz alimləri yox, sistemi müzakirə edəcəyik. Elmi institutlar bugün həqiqətən inkişaf yaradır, yoxsa cəmiyyətdən uzaq, qapalı struktura çevrilir? Elm insanlara danışmır, yoxsa insanlar elmdən uzaqlaşıb? Bugün Ramal Hüseynovla başqa söhbətdə iki fərqli istiqamət açacağıq. Əvvəlcə təhsil və cəmiyyətlə əlaqə məsələsi, sonra isə institutların real təsiri, dövlət, ictimaiyyət və gələcək münasibəti. Salam, hörmətli tamaşaçım, xoş gördük hər birinizi. Başqa söhbətə baxırsınız. Bugün elmi institutların cəmiyyətə təsiri və cəmiyyətlə əlaqəsi bu mövzuda danışacağıq. Bilirsiniz ki, dünyanın inkişaf eləmiş ölkələrdə elmi institutlar sadəcə akademik bir məkan deyil. Onlar texnologiyanın, iqtisadiyyatın, səhiyyənin, təhsilin və dövlət strategiyasının görünməyən mühərriki kimi olur və amma Azərbaycanda bir çox insanlar elmi institutların nə iş gördüyünü hər dəfə soruşur. Elmi institutların daha çox nə işlər gördüyünü maraqlanır cəmiyyət. Çünki bu biraz da elmi institutların cəmiyyətdən bəlkə də biraz uzaq düşməsidir, bəlkə də qopuqluq yaranmasıdır. Bunun səbəbini qonaqlarımızla bərabər başqa söhbətdə açmağa çalışacağıq. Elmi institutlar bugün həqiqətən inkişaf yaradır, yoxsa cəmiyyətdən uzaq, qapalı bir struktura çevrilib. Qonaqlarımız Vəfa Məmmədova, elmi işçi, xoş gəlmisiniz və Ceyhun Məmmədov, Milli Məclisin deputatı, siz də xoş gəlmisiniz. Xoş gördük. Hər ikinizə girişdə qısa 5 sual verəcəm ki, bu suala qısa cavab istəyirəm, çünki açıqlaması irəlidə olacaq, amma mövqelərinizi bəri başdan bilək deyə, biraz da maraqlı olsun tamaşaçılara deyə öncədən soruşuram. Bugün elmi institutlar görünür, yoxsa daha çox görünməməyə çalışır? Görünməməyə çalışır. Sizcə Ümday? Düşünürəm ki, daha çox görünməyə çalışmalıdırlar. Bu institutdan dəyişir, amma ümumən kommunikasiya daha çox olmalıdır. Elmi institutlar bugün xalqa açıqdır, yoxsa öz daxilində yaşayır? Tam açıq olduğunu söyləmək çətindir. Düşünürəm daha açıq olmaq lazımdır. Sizcə? Öz daxilində yaşayır. İnsanlar institutlara etibar eləyir, yoxsa sadəcə onların mövcud olduğunu bilir? Yəni, tam etibardan söhbət gedə bilməz. Əgər tam birbaşa kommunikasiya yoxdursa, qapalılıq varsa, bu çətin məsələdir. Sadəcə olaraq mövcud olduğunu bilir. Mövcud olduğunu bilir. Elm bugün cəmiyyətə istiqamət verir, yoxsa sadəcə hesabat hazırlayır? Sadəcə hesabat hazırlayır. Təbii ki, burada ümumiləşdirmək düz olmazdı, amma Adətən, ümumi əsasən. götürəndə əsasən bəli, hesabat tərəfi daha çox özünü göstərir. İnstitutlar gəncləri elmə yaxınlaşdırır, yoxsa elm gənclərdən uzaq düşüb? Elm gənclərdən uzaq düşüb. Bəli, bu məsələdə də gənclərin biz getdikcə elmə daha az maraq göstərdiyini görürük. Əgər insanlar cavablarını sosial mediada axtarırsa, burada boşluğu kim yaradır? Boşluğu kim? Yəqin ki, ziyalılar, alimlər. Siz? Mən həmişə deyirəm, yəni məsələnin kök ondadır ki, bizim ziyalılar, ictimai xadimlər sosial mediada o qədər də fəal deyirlər. Bu boşluğu başqaları doldurmağa çalışır. Bəli. İndi bu sualların açıqlamasına keçək. Niyə bugün elmi institutlar görünmür ya da insanlara qapalıdır? Elmi institutlarda hal-hazırda çox təəssüflər olsun ki, demokratik bir mühit yoxdur. Daha çox hər şey formal bir xarakter daşıyır. Keyfiyyətdən çox biz daha çox üstünlük veririk, statistik məlumatlara fokuslanırıq. Gənclərə yol açılmır, gənc alimlərə. Akademik mədəniyyət yoxdur. Akademik mədəniyyət deyəndə mən
elmdə mübahisə etmək, sual vermək, tənqid etmək. Ümumiyyətlə bizdə tənqid yoxdur. Halbuki ziyalılar, alimlər elə birinci tənqiddir hər bir şeyin inkişafının kökündə dayanan təməli. Və bu səbəb və yəqin ki, ən əsas səbəblərdən də biri odur ki, bizim elmi institutlarda rəhbər vəzifələrində uzun müddət eyni bir insanın olması. Burada mən yaşı da qeyd etmək istəyərdim. Bu nə problemlər yaradır? Bir insanın pəncərəsindən biz baxırıq problemə. Yəni burada başqa bir mövqe, başqa bir düşüncə tərzinə artıq yer olmur. Ceyhun bəy, nə düşünürsünüz? Elmi institutlar bu gün cəmiyyəti önündə daşıya bilirmi və ya niyə bu gün gənclik elmindən uzaq düşmüş kimi görünür? İnstitutun fəaliyyəti ondan ibarətdir ki, o müxtəlif istiqamətlərdə araşdırma aparmalıdır, təhlil aparmalıdır, cəmiyyətə müəyyən mesajlar verməlidir və ictimai rəyin formalaşmasında, ümumiyyətlə cəmiyyətdə gedən proseslərdə institutların rolu çox önəmlidir. Bəli. Yəni siz beynəlxalq təcrübəyə baxanda, ümumiyyətlə elmi təhsil müəssisələrinə də baxanda, universitetlərə də baxanda beynəlxalq müstəvidə institutların rolu daha özünü qabarıq görür. Yəni məsələn biz tez-tez beynəlxalq ictimai rəydə filan institutun filan məlumatı, hesabatı hazırladığını və təqdim etdiyini şahidik. Amma bizdə isə hazırki vəziyyətdə burada qeyd olunduğu kimi, yəni ümumiyyətlə bu formallıq özünü kifayət qədər göstərir. Bizim problemimiz ondadır ki, cəmiyyətin önündə alimlər, ziyalılar getmir. Cəmiyyətin önündə nə qədər bu belə süngü ilə qarşılansa da qara güruh gedir. Yəni bu mənada institutların rolu güclənməlidir və institutların ictimai rəyə təsiri mütləq olmalıdır. Ceyhun bəy, nə düşünürsünüz? Gənclər elmi bir gələcək kimi görür bugün? Mən bu məsələni çox qaldırmışam. Məsələn, mən çox narahatam. Azərbaycanda son illər gənclər elmə gəlmir. Səbəblər çoxdur. Yəni burada bir çox... Elmi institutların bəs, deyək ki, bir çox kənar səbəblər var. Bəs daxildə elmi institutların özünün gənclərlə ya da yetişdirdikləri ilə dialoqu, münasibəti və ya onunla əlaqəsi necədir? Kadr mütəxəssis elə belə yetişmir. Yəni motivasiya olmalıdır, təşviq olmalıdır. Elmə marağı, həvəsi olan insanlara dəyər verilməlidir. Onlar irəli çəkilməlidir. Bizim problemimiz ondadır ki, bugün Azərbaycanda alim olmaq proseduru çox çətinləşdirilir. Mən bunu yanlış hesab edirəm. Və burada asan olmalıdır. Yəni bəli. Amma asan olanda da yəni, ki, yerindən duran alim olur. Baxın, qarşıda bizi çox çətin dövr gözləyir. Biz birazdan sonra elmi şuraları təşkil edə bilməyəcəyik. Çünki səbəb mütəxəssis yetişmir. Yəni mən fəlsəfə doktoru adı almaq üçün 10 il gözləməli deyiləm növbədə və ya mən 2 dəfəlik, 2 mərhələli müdafiə prosesindən keçməli deyiləm. Burada maaşın rolu var, münasibətin rolu var. Ona görə burada çox ciddi addımlar atılmalıdır. Yəni əslində sizin qaldırdığınız bu məsələ çox həssas məsələdir. Vəfa xanım, mütəxəssis yetişmir, yoxsa mütəxəssis gedir ya da elmdən uzaqlaşır? İndi məsəl üçün məni götürsək, mən elmdən uzaqlaşdım. Tamamilə uzaqlaşdınız, yoxsa tamamilə demək olar ki. Yəni sizi elmdən uzaqlaşdıran yəni əsas səbəblər? Əsas səbəb bilirsiniz nə idi Ramal müəllim? Bax mən indi Ceyhun müəllimə qulaq asıram və çox sevinirəm. Ceyhun müəllim ki, bizim belə deputatlarımız var. Mən ümumiyyətlə xoşlamıram şikayət eləməyi, ki, heç nə düzələn deyil. Biz axı bu divan kommentariyaları deyirlər də çox sevirik bunları verməyi, əsassız çox zaman. Bu ziyalıdır, bu alim yetişdirmək özü bir uzun müddətli bir prosesdir. Sovetlər dövrünün bizə çox gözəl alimlərini yetişdirmişdi. Yəqin ki, siz də razı olarsınız Ceyhun müəllim. Çox böyük bir məktəbi keçmiş, xüsusən də fundamental elmlərdə. Yeri gəlmişkən vaxtı ilə o institutda çox böyük işlər görür. Əlbəttə ki. İllər ötdükcə mən gördüm ki, hər bir şey dağılır. Bilmirəm nədənsə Ceyhun müəllim nə baş verdi ki, biz ziyalılarla siz məsul şəxslər arasında, deputatlar, həmən bu rəhbərlər arasında ki, biz bir-birimizə qarşı belə yad olduq. Uçurum var. Yad olduq Ramal müəllim. Biz bir-birimizə qarşı kör olduq. Bu bizim
sıradan bəlkə də nümunədir ki, bir nəfər elmdə olan insanlar ki, bir çoxu müəyyən şikayətlər edir və siz də biraz öncə dediniz ki, elmi institutlara etibar etmirlər. Bəlkə bu etibarsızlığın bir səbəbi var. Sizcə bu etibarsızlığın səbəbi nədir? Bilirsiniz, burada ciddi kommunikasiya olmalıdır. Əslində bayaq burada qeyd olunduğu məsələyə gələndə, yəni əslində bizim bir sıra institutlarımız var ki, müxtəlif tədqiqatları, araşdırmaları aparırlar. Amma məsələ ondadır ki, bu nə qədər cəmiyyət üçün açıqdır və nə qədər bu institutların kommunikasiyası var, ünsiyyəti var. Yəni əslində burada çox önəmli bir məsələyə toxundu. Mən düşünürəm ki, yəni cəmiyyətin ən ali təbəqəsi ziyalı olmalıdır, alim olmalıdır və elm yetərli deyil. Elmlə yanaşı yüksək mənəviyyat və əxlaq da olmalıdır. Həm də, yəni, məsələn, indi biz bu məsələləri zaman-zaman qaldırırıq da, müxtəlif məsələlər. Yəni, məsələ ondadır ki, qarşı tərəfdə bu kommunikasiyanı yaratmalıdır. Bir kommunikasiyaya aid bir nümunə demək istəyirəm Ceyhun bəy. Deməli, biz televiziya əməkdaşları, jurnalistlər, əsasən işimiz proqram hazırlamaqdır və proqram hazırlayarkən də bizim vəzifələrimizdən biri maarifləndirməkdir və bu maarifləndirmək üçün biz təbii ki, rəsmi birbaşa qurumlara müraciət edirik. Adətən hansısa mövzularda, misal çəkirəm, keçən həftə yayınlanan astrologiya ilə bağlı bir mövzumuzda biz Şamaxı rəsədxanasından bir nəfər nümayəndə bura dəvət edə bilmədik və əsaslandırdılar ki, elm hesab etmədiyimiz üçün danışmırıq. Yəni, danışmamaq o deməkdirmi ki, o problem yoxdur, yoxsa susmaq hansısa problemləri çözür ya da elm danışmayanda bəs nə danışır? Heç bir problemi çözmür və bugün bax bizim həmən o kommunikasiyanın olmaması müzakirəmizin səbəbidir. Yəni alim danışmayanda, ziyalı danışmayanda, elmin üstün nümayəndəsi danışmayanda başqası gəlib danışacaq. Müğənni danışacaq, sonra falçı danışacaq və başlayacaq kimlərsə alimlik eləməyə, onda da biz narazı olacağıq. Ona görə meydan boş olmalı deyil. Yəni indi biz deyirik belə, əgər dəvət edilirsə, istər dövlət qurumu olsun, istər institut olsun, özü də maraqlı olmalıdır ki, gəlsin. Bax, indi siz çox aktual bir məsələni toxunursunuz. Mən indi akademiya sistemində biraz işləmişəm. Məsələn, orada elə maraqlı tədqiqatlar ola bilər və cəmiyyətin məlumatı yoxdur. Bunu biz, onlar özləri maraqlı olmalıdır ki, bizə biraz öncə Vəfa xanımın dediyi kimi, rəhbər, institutun rəhbəri oradakı araşdırmaçıları, orada elmi işlə məşğul olanları bu bastırması deməkdir. Yəni, bilsiniz, bax, ona görə də biz, bax, bugün mən indi o problemi bilirəm. Bizim institutların bu cür bəzən yanaşmaları televiziyalarımız üçün də ciddi problem yaradır. Yəni, siz mütəxəssis çağırmalısınız, axtarırsınız və başqa biri gəlir, tənqid eləyəndə də o sual çıxır ki, niyə tənqid olunur? Ona görə, yəni, burada institutların özü maraqlı olmalıdır ki, bu bir platformadır. Əməkdaş gəlsin, danışsın, gördüyü işləri açıqlasın, apardıqları tədqiqatlar barədə fikrini söyləsin. Vəfa xanım, ümumiyyətlə elmə gələndə nə düşünürdünüz, indi nə düşünürsünüz? Bunu təbii ki, qısa bilmək istəyərdim. Xəyallarınız nə idi və indi nə düşünürsünüz? Və sizcə bu keçici bir küskünlükdürmü, yoxsa nə düşünürsünüz? Elmdən küsmək olarmı? Bir alimin elmdən küsməsi nə deməkdir? Niçin olmasın? Niyə? Sizi əgər incidirlər, illərlə sizi incidirlər, sənə hörmət etmirlərsə, mən, məsəl üçün, hörmətsizliyi heç kəsə bağışlaya bilmərəm. Yəni, elm sistemində biz təbii ki, dedikodu səviyyəsində yox, ya da başımıza gələn şəxsi nümunələri fakt kimi və ümumi təqdim eləmək yox, amma sizin öz bir alim kimi düşüncələrinizi örgəməsən, niyə alim elmdən küsməlidir? Çünki biz nə deyirik, yazar yazmalıdır, onun həmişə maddi vəziyyəti adətən cəmiyyətdə belə deyirlər, aşağı olmalıdır. Təhsil işçisi
təhsil verir, onun maaşı yüksək olmasa da olar. Həmişə yanaşma belə olub. Bəlkə bu yanaşmalarda bizdə bu elmi, bu sahəni belə çox zəif ya da lazımsız göstərir. İnsanlar görəndə ki, onların əməkləri yüksək qiymətləndirilmir, elmi nailiyyətləri. Əslində bu da bir hissəsidir, yüksək qiymətləndirir. Burada heç yüksək sözü də demək düz deyil. Yəni biz əgər qonşu ölkələrimizə baxsaz, mən məsəl üçün sizinlə danışanda siz də mənə dediniz ki, çox belə pessimist olmayın. Mən belə deyək ki, Azərbaycan dilində gözəl bir söz vardı. Başmaq gəzintisinə çıxdım. Baxın, bəlkə doğrudan da bu mənim nəzər nöqtəmdir. Kimya Problemləri İnstitutuna müraciət etdim, soruşdum ki, sizdə necədir problemlər? Bəlkə laboratoriyalarda sizə artıq avadanlıqlar alınıb. Yəni burada alim olan insanlar əslində çox fədakar insanlar olurlar. Yəni onlara şərait yaradılsaydı ki, bir aparatlar, reagentlər, reaktivlər olsaydı. Yəni mən soruşuram, deyirlər ki, Vəfa, hələ də dədə-baba qaydası ilə Sovetlər vaxtından nə qalıbsa, onu yazırıq, onu ona calayırıq və bunu ilə bu axı ayıbdır. Biz bunu çox maraqlıdır. Baxın, biz bugün nəsli tükənmiş heyvanların genetikasıyla oynamaqla yenidən onları həyata qaytarmaq elmi var, süni intellekt, neyro elm var. Amma biz bunu Instagramdan, YouTube'dan görürük. Öz ölkəmizdə, öz institutlarımızın bunun bizə çatdıran yox, biz sadəcə başqa yerdən öyrənmiş kimi oluruq. Nə olmalıdır ki, Ceyhun bəy, bu aradakı əngəl qalxsın? Adətən, yəni ziyalı təbəqəsi, alim təbəqəsi çox həssas olur. Və indi bayaq siz sual verirsiniz və ona hər şey toxunur. Ona görə bu mənada bu proses elə bir formada getməlidir ki, biz bu boşluğu dolduraq. Təkcə bu sahədə deyil. İnkişafın yeganə yolu elm, savaddır. Siz Vəfa xanımı çox pessimist gördünüz, yoxsa necə? Yox, yəni mən düşünürəm ki, Vəfa xanım küsməməlidir, Vəfa xanım davam etməlidir. Küsmək olmaz. Bu torpaq bizimdir, vətən bizimdir, dövlət bizimdir. Biz ruhdan düşmədən çalışmalıyıq. Amma bəzən mən də görürəm ki, hansısa gənclər, insanlar belə vəziyyətlə üzləşəndə bu onlara təsir edir. Çünki onlar nəyisə eləmək istəyirlər. Ona görə mən onu xüsusi vurğulayıram ki, həvəsi olan, istəyi olan insanlara dəstək vermək lazımdır, motivasiya vermək lazımdır. Ümumiyyətlə, nələrsə gələcəkdə, yaxın gələcəkdə bu elmi institutlarla bağlı hansısa bir fəaliyyət, bir yenilik, bir hansısa tərpəniş gözləyirikmi, gözləyəkmi, yoxsa? Yəni, islahatlar gedir. Bilirsiniz ki, indi akademiya sistemində də müəyyən islahatlar getdi. Bəli, dəyişiklik. Amma daha çox işlərin görülməsinə ehtiyac var. Yəni, institutların fəaliyyəti gücləndirilməlidir. Bir millət vəkili orada maaşlara baxılmalıdır, maaşlar aşağıdır. Bunu mən bir neçə dəfə qaldırmışam. Müəllimə xaricdə konferansda alimə iştirak üçün vəsait verilməlidir. Kitabların çapı olmaq üçün. Yəni, bugün bayaq Vəfa xanım bir söz işlətdi. Mən həmişə o fikri dəstəkləyirəm ki, Azərbaycan alimi fədakardır, çox fədakardır. Yəni bizim akademiya sistemində çox dəyərli fədakar insanlar var. Onlara biz dəstək olmalıyıq. Son sualımı soruşum bir millət vəkili kimi. Keçən səfər proqramımızda yadınızdadırsa biz bu alimlərlə bağlı danışanda həm Təhsil Nazirliyində universitetlərdəki olan alimlər və Elmlər Akademiyasındakı alimlər məsələsini danışdıq və indi Elmlər Akademiyasının özü də iki yerə bölünüb. Yarı hissəsi Təhsil Nazirliyinin tabeliyində, yarı hissəsi də Elmlər Akademiyası. Yəni burada sizcə sistemsizlik, parçalanma nə qədər sürər bu sistemin oturması? Mən əslində bu məsələyə biraz fərqli baxıram. Yəni təbii ki, bu qərar qəbul edildi, indi belə bir məsləhət oldu. Amma mən düşünürəm ki, bu institutlar verilməli idi universitetlərə. Universitetlərin nəzdində olmalıdır və universitetlərin nəzdində onların fəaliyyəti gücləndirilməli idi. Çünki dünya təcrübəsində də bu belədir. Hazırki vəziyyətdə müəyyən biraz qeyri-müəyyən. O zaman elmi institutlar inkişaf eləyə bilər? Yəni əgər düzgün istiqamət olsa, çünki baxın, dünya sistemində də belədir. İnstitutlar universitetlərin nəzdindədir. Amma onlara xüsusi dəstək var, xüsusi laboratoriya məsələsi həllini tapmalıdır. Maddi texniki baza təmin olunmalıdır.
Yəni müəyyən şərtlər həyata keçirilərsə o zaman effektiv olacaq. Vəfa xanım, proqramın bu hissəsini, birinci hissəsini yekunlaşdırırıq. Sizlə bitirək. Buyurun. Mən düzü çox sevindim ki, düzü Ceyhun müəllim, çox sağ olun ki, siz də belə düşünürsünüz. Belə deputatlarımız varsa, indi birazca da olsa işıqlığı sabaha ümid yaranır. Yaxşı olacaq. Çox sağ olun sizə uğurlar bu yolunuzda. Xoş oldu çox. Siz də sağ olun. Mən təşəkkür edirəm, hörmətli tamaşaçım. İkinci hissədə görüşək. Birinci hissədə gördük ki, problem təkcə elm istehsal etmək deyil. Problem o elmin cəmiyyətə çatmasıdır. Amma burada daha ağır bir sual yaranır. Əgər institutlar görünmürsə, insanlar elmə necə güvənsin? Çünki bugün dünya artıq gələcəyin elmini müzakirə edir. Süni intellekt, neyroelm, gen redaktiyası, hətta nəsli tükənmiş canlıların genetik texnologiyalarla geri qaytarılması kimi layihələr artıq elmi fantastika deyil. Amma bizdə cəmiyyət bu mövzuları əsasən xarici platformalardan öyrənir. Bu isə başqa bir sual açır. Bizim elmi institutlar gələcəyi qurur, yoxsa sadəcə izləyir? İndi isə mövzunun daha sərt tərəfinə baxacağıq. Elm idarə olunur, yoxsa istiqamət verir? Bizə yeni qoşulan tamaşaçıları təkrar salamlayırıq və xatırladaq ki, başqa söhbətə baxırsınız. Bugün başqa söhbətdə elmi institutların cəmiyyətlə əlaqəsi, cəmiyyətlə qurduğu körpü ya da cəmiyyətə təsiri. İkinci hissənin qonaqlarını sizə təqdim eləmək istəyirəm. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının elm və təhsil şöbəsinin müdürü, filologiya elmləri doktoru Sərxan Xavəri. Xoş gəlmisiniz, Sərxan bəy. Və Yalçın İslamzadə təhsil eksperti, siz də xoş gəlmisiniz. Sizə də bu hissədə qısa 5 sual verəcəm. Bu 5 sual sizdən söhbət eləyəcəyimiz məsələlərlə bağlı mövqeyinizi öncədən almaq deməkdir. Elmi institutlar bugün gələcəyi qurur, yoxsa sadəcə keçmişi qoruyur? Məncə daha çox mühafizəkarlıqla məşğuldurlar. Keçmişi qoruyur, bəli. deyirsiniz. Siz necə düşünürsünüz? Mənə elə gəlir ki, elmi institutlar keçmişin müsbət ənənələri əsasında gələcəyi qurmaq istiqamətində fəaliyyətdədir. Gələcəyi qurur, deyirsiniz. Ənənə əsasında gələcəyi qurmaq uğrunda iş gedir. Elmi institutların əsas problemi resursdur, yoxsa düşüncə modeli? Resurs problemi də var, düşüncə problemi də var. Amma elmi fəaliyyət əslində resursa baxmır. Daha çox biraz motivasiya problemi olduğuna görə və yanaşma və düşüncə modeli. Deyə bilərik ki, bəli, resurs olmasa belə bir model görməliydik, amma onu görmürük. Mən hesab edirəm ki, düşüncə modelidir. Nəinki elmi fəaliyyət sahəsində, ümumiyyətlə bütün sosial-ictimai sahələrin problemlərinin əsası düşüncədən, təfəkkürdən qaynaqlanır daha çox. Aydın. Elmi institutlar bugün cəmiyyətə təsir eləyir, yoxsa sadəcə öz daxilində fəaliyyət göstərir? Məncə elmi institutların cəmiyyətə ciddi bir təsir imkanı yoxdur. Kommunikasiya problemi var. Ancaq daxildə fəaliyyət göstərir. Sizcə? Elmi institutların ümumiləşdirmək olmaz. Mən belə hesab edərdim ki, təbiət texnika elmləri sahəsindəki institutların cəmiyyətə təsiri ilə ictimai humanitar elmlərin təsiri fərqlidir. Yəni onları eyniləşdirmək olmaz. Mən hesab edirəm ki, ictimai humanitar elmlərin cəmiyyətə təsiri, yəni obyektiv o sosial proseslərdən asılı olaraq daha çoxdur. Azərbaycanda elm gələcəyin sahələrinə hazırdır, yoxsa geridən gəlir? Hazır deyil. Geridən gəlir. Bəli, xeyli geridədir. Sizcə? Məncə hazır olmağa cəhd edir. Cəhd edir. Əgər elm cəmiyyətlə danışmırsa, onda bu problem kimindir? Bu problem birinci növbədə alim adına iddia edən şəxslərin sosial məsuliyyət hissi yayındıqlarına görə birinci növbədə onlarındır. Sizcə? Məncə məsələyə ümumiyyətlə müasir, qloballaşan və virtuallaşan dünyanın, eyni zamanda postmodernist axınların ümumi kontekstində yanaşmaq lazımdır. İctimai maraq nə dərəcədədir? Burada ictimai maraq şərtləndirir, şərtləndirmir elmə olan maraq məsələsi.
Yəni bu məsələ ümumən müasir dövrün özünün çağırışlarının, reallıqlarının obyektiv mənzərəsi var bu məsələdə. Deməli, Sərxan bəy, birinci suala siz dediniz ki, elm gələcəyi qurur, gələcəyi qurmağa cəhd eləyir. Əgər bizdə hazırda cəhd edir, bizdə hazırda bunu eləyirsə, niyə cəmiyyət gələcəyin elmini əsasən xaricdə, başqa yerlərdə axtarır? Ümumiyyətlə, məsələ belədir ki, artıq, məsələn, son 2-3 il ərzində elmi fəaliyyət sahəsində ciddi struktur islahatları həyata keçirilməkdədir. İctimai humanitar elm sahələri Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Azərbaycan Şünaslıq Mərkəzi kimi konsolidasiya olunur yenidən. Təbiət texnik elmləri sahəsindəki institutlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilibdir. Orada da kifayət qədər ciddi proseslər artıq getməkdədir. Bu niyə oldu? Biraz öncə birinci hissədə Ceyhun bəydən soruşduq. Siz bir Elmlər Akademiyasının əməkdaşı kimi, sizcə bunu eləməklə biz elmdə hansı dəyişikliyə nail olacağıq? Yəni, daha əvvəl elmi institutların eləmədiyi, amma indi nə Burada məsələ belədir ki, ümumiyyətlə dünyanın inkişaf etmiş ölkələrinin də təcrübəsi onu göstərir ki, elm və təhsilin inteqrasiya modeli uğurlu qurulduqda, daha çox bunu məşhur üç bucaq adlandırırlar. Elm, təhsil və iqtisadiyyatın uğurlu inteqrasiyası qurulduqda, onda cəmiyyətdə elm həqiqətən də sosial-ictimai proseslərin bir təkanvericisi kimi çıxış etmiş olur. Ona görə də bu sosial-iqtisadi proseslərə təkan verə bilən elmlər, yəni tətbiqi elmlər daha çox texnika və təbiət elmləridir. Ona görə də belə bir model dünya təcrübəsinə uyğun olaraq quruldu ki, elm və təhsil arasında o inteqrasiya modeli uğurlu həll olunsun. Və artıq bu da ilkin nəticələr özünü göstərir ki, effekt verilməkdədir. İctimai humanitar institutlar isə Azərbaycan Milli Elmlər Akademiyasında qalmaqla artıq dövlətin ideoloji tələbləri, Azərbaycan şünaslığın müəyyən istiqamətlərini öyrənməsi, tarix, dil, mədəniyyət, xalqın arxeologiyası, genezisi istiqamətində artıq son 3 il ərzində həyata keçirilən islahatlar nəticəsində bir Azərbaycan şünaslıq mərkəzi kimi formalaşmaqdadır. Yəni ona görə ki, ictimai humanitar elmlər ayrılıqda inkişaf edə bilsin. Təbiət texnika elmləri isə təhsillə daha yaxşı inteqrasiya oluna bilsin. Onlar elmlər Milli Elmlər Akademiyasında yəni bərabər inkişaf edə bilmirdilər. Yəni Ceyhun bəyin dediyi kimi artıq institutlara verilməlidir deməsində, yəni bunun təhsil sisteminə keçməsində hardasa o proses mi gedir? Yox, institutlara verilməsi fikri ilə razılaşdırılması olmaz. Məsələn, elə elmi tədqiqat institutu var ki, məsələn, heç ümumiyyətlə onu təsəvvür etmək olmur ki, hansı ali məktəbə necə vermək olar. Ali təhsil müəssisəsinin, məsələn, təsəvvür etmək olmur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə verilə bilər. Niyə? Niyə verilə? Elmi potensialı baxımından, ümumi miqyası, tutumu, ənənəsi. Status baxımından yox. Tutaq ki, nəşr, orada gedən tədqiqatların ümumi miqyası, nəşr fəaliyyəti, yəni elmin əldə olunan nəticələr, beynəlxalq əlaqələr baxımından. Yalçın bəy, siz isə biraz öncə dediniz ki, elmi institutlar bugün gələcəyi qurmaqdan daha çox keçmişi, ənənəni qoruyur. O zaman bu belə çıxırmı ki, elmi institutlar bir arxivə çevrilib, böyük bir arxivdir? Bəli, demək olar ki, çünki biz artıq yəni yeni dövrün çağırışlarına cavab vermirik, onu təhlil eləməmişik. Bizim İctimai sosial sahədə əsas fəaliyyətimiz klassiklərin tirajlanmasıdır. Dönə-dönə klassiklərə qayıtmaqdır, yenidən onları nəşr eləməkdir. Təbiət elmləri sayəsində də bizim əsas tutaq ki, fizikaya baxsaq, bütün izlədiyimiz xəbərlərdə ancaq yarımkeçiricilər fizikasından danışılır. Mərhum Həsən Abdullayev o vaxt bu bərk cisimlər fizikasının əsasını çox yaxşı qoydu. Davam edir o ənənə, amma biz o ənənəyə yeni bir ənənə demək olar ki, həvalə eləyə bilməmişik. Və məsələyə də biraz funksional baxmaq lazımdır. Yəni, məsələ sadəcə elmin məzmun biliyi deyil. Bizim bugün xaricdə nəşr olunan jurnallarda yarımkeçiricilər fizikasına dair nailiyyətlərin bizim ölkə iqtisadiyyatına birbaşa bəlkə də heç vaxt dəxli yoxdur. Çünki biz hər hansı bir elektronik komponent istehsal eləmirik. Bu sadəcə formal, statistika xatirinə irəli sürülən, tədbirdən şəkillər çəkilmək üçün keçirilən tədbirlərdir. Amma elmin digər bir funksiyası da bugün artıq bu təhsil sisteminə də çox ciddi şəkildə inteqrasiya edilir. Elm savadlığıdır. Tənqidi təfəkkürdür. Mən bizim alimlərin istər təbiət elmləri, istər
ictimai sosial sahədəki alimlərin ictimaiyyət qarşısına çıxdıqlarına müəyyən fikirlər səsləndirdikləri. Siz də Vəfa xanım kimi hesab edirsiniz ki, orada elmi işçilər danışa bilmir ya da nəyisə tənqid eləyə bilmir ya da bir müzakirə mühiti yoxdur. Eyni fikirləri Mən bunu iki məsələ, çünki bir neçə dəfə təşəbbüs eləmiş bir insan kimi mən iki səbəbə bağlayıram. Birincisi, bürokratik maneələr var. Yəni, bir alimi bir tədbirə dəvət eləyəndə o çəkinir ki, sabah hansısa bir işi ləngitsə, ona irad tutacaqlar ki, burada işin yığılıb qalıb, sən gedib boş-boş işlərlə məşğulsan. Bu birinci məsələdir. İkinci məsələ də odur ki, bizim alimlər öz sahələrinin tarixi, fəlsəfəsi, konseptual hissəsi ilə maraqlanmırlar. Mexaniki şəkildə müəyyən riyazi aparatı mənimsəyirlər, müəyyən məqalələr yazırlar, amma onları öz sahənizin, tutaq ki, fizikanın bir fəlsəfi yönü haqqında danışmağa dəvət eləyəndə, yəni elmi kütləviləşdirərək sadə dildə izah eləməyi bacarmırlar. Çünki özləri də mütaliə etmirlər. Sərxan bəy, cavab vermək istəyirsiniz Yalçın bəy, yoxsa mən başqa varsa? Buyurun, sual. Deməli, elmi institutların əməkdaşları, işçiləri, əsasən biraz öncə də birinci hissədə Vəfa xanım da danışdı, onlara əsasən şikayət elədiyi məqamlarda resurslar daha çox deyilir ki, resurslarımız yoxdur, hələ də köhnə qaydalarla. Siz isə ikiniz də biraz öncə dediniz ki, resurslardan daha çox düşüncə modelidir. Düşüncə modeli əgər belə deyil, resurs problem deyilsə, düşüncə modelini dəyişməsinə ya da onu düzəltməyə əngəl nədir? Biz də burada. O kompleks tədbirlərdən asılıdır elmi fəaliyyət sahəsində. Mən hesab edirəm ki, həmin kompleks tədbirlərin içərisində əsas aparıcısı beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsi, söz səviyyəsində yox, həqiqi mənada, o dediyimiz təfəkkürdə baş verə biləcək dəyişiklik səviyyəsində. İndi mən daha çox ictimai humanitar elmlərin sahəsinin nümayəndəsiyəm. Məsələn, dünya ictimai humanitar elmlərinin nəzəri metodoloji yanaşmaları, məsələlərə bu Azərbaycan elmində daha çox ehtiyac var ki, tətbiq olunsun. Elmin sanki bilirsiniz, elmiləşməsinə ehtiyac var. O müəyyənlik keyfiyyətini... Bəs indi hazırda elm nədir, elmləşməyib bəs nədir, nələşib? Yox, indi məsələ belədir ki, artıq o prosesin həyata keçirilməsinə, Sovet hakimiyyəti illərindən qalmış həmin ənənələrin aradan qaldırılmasına, nəzəri metodoloji baxımdan yanaşılması proseslərinə başlanılıbdır. O dediyimiz artıq islahatlardan sonra, Cənab Prezidentin sərəncamından sonra, onlar indi elmi fəaliyyət sahəsi də belədir ki, o nəticələr dərhal görünmür də. Bu yaxınlarda bizdə bir ümumi yığıncaq keçirildi. Orada belə bir məsələ akademiya rəhbərliyi tərəfindən qoyuldu ki, elm-metrik qiymətləndirmə modelləri var, daha çox təbiət texnika elmlərində. Onu ictimai humanitar elmlərə tətbiq etmək mümkündürmü? Biz onu müzakirə elədik, gördük, həqiqətən də elm-metrik göstəricilərlə ictimai humanitar elmlərin də rəqəmlərlə tutaq ki, qiymətləndirilməsi mümkün olur. Amma ictimai humanitar elmlərin cəmiyyətə təsirinin elə hissələri var ki, ona o politi impact deyirlər, ictimai təsir effekti. Onu məsələn tutmaq, rəqəmə çevirmək mümkün olmur. Tutaq ki, məsələn, Ədəbiyyat İnstitutunda hansısa bir tədqiqat nəticəsində bir kitab yazılır, ictimai mühitdə kimsə onu oxuyur. Sabah o qərar qəbul etmədə həmin kitab onun qərar qəbul etməsinə təsir edir, o müsbət qərar qəbul edir. Bunu heç bir rəqəm tutmadı o ictimai humanitar elmi. Təbiət və texnika elmləri belə başa düşdüm ki, bizdə daha inkişaf eləyib, doğru? Yəni siz biraz öncə də ayırdınız onu. Yox, mən elə... Əksini, yoxsa əksini də demək olmaz. Orada təbiət texnika elmlərinin özünün içərisində institutlara ümumiyyətlə belə müqayisələr doğru deyil. Məsələn, təbiət texnika elmləri inkişaf edib, ictimai humanitar elmlərin içində eləsi var ki... Yox, biraz öncə dediniz, ona görə soruşdum. Yox, mən belə dedim ki, ictimai və o sənayeyə tətbiqi baxımından, təbiət texnika elmlərinin iqtisadiyyata tətbiqi baxımından təhsillə inteqrasiyasına ehtiyac var idi deyə bu addım atıldı. Bu eyni zamanda ictimai humanitar elmlərin də ayrıca inkişafına təkan vermiş oldu. Yalçın bəy, indi biraz öncə birinci hissədə mən sual verdim ki, dünyada indi the extension deyə o nəsli tükənmiş heyvanların geri qaytarılması məsələsi, dediyimiz ki, neuroelm və bir çox süni intellekt və digər məsələlərdə biz dünyadan öyrənirik bu yenilikləri. Təbii ki, YouTube və Instagram sosial şəbəkələr. Amma biz öz elmi institutlarımızda bunu necə
yəni çatdıra bilirik ya da biz niyə oradan eşitmirik, başqa yerlərdən eşidirik? Yəni bunun əslində biraz mentalitetlə də əlaqəsi var. Sovet dövründə bayaqki suala da mən bir qısaca cavab vermək istəyirəm. Sovet dövründə aydındır ki, təbiət elmləri biraz daha obyektiv olduğuna görə, cəmiyyətlə əlaqədar olmadığına görə Sovet dövründə bu fənlər daha yaxşı tədris olunurdu, amma ideoloji səbəblərlə sosial humanitar elmlər çox ciddi senzur altındaydı və demək olar ki, tədris olunmurdu. Və biz də Sovet dövründən etibarən estafeti alıb özümüz yeni hər hansı bir sahə yaratmadığımıza görə sosial humanitar elmlərdəki çatışmazlıq biz Sovet mirası olaraq hələ də qarır. Təbiət elmlərində bizim yaxşı alimlərimiz olub, məktəblərimiz olub, amma artıq cəmiyyətin sosial sifarişi olmadığına görə onlar da davam etdirilməyib. Yəni biz bugün bir çox xarici ölkədən blogerlərin, tiktokerlərin hətta dəvət edildiyini görürük. Bir çox alimlərin gəlib burada çıxış elədiyini görürük və çox maraqlıdır ki, böyük maraq olan o çıxışlara həmin alimlər heç də özlərini yorub ciddi bir təqdimat hazırlamırlar və ya elmi mühakimə nədir ondan danışmırlar. Bizim hər birimizin Google-dan tapa biləcəyimiz informasiyanı orada xüsusi bir atmosferdə təqdim edirlər. Söhbət bizim alimlərdən gedir yoxsa hər kəsdən? Yox, söhbət bizim auditoriyadan və bizim auditoriyaya təqdim olunan xarici alimlərdən gedir. Və o alimlərin də çıxışı, məsələn, onlar böyük heyranlıqla 2-3 saat bu tədbirə hətta ödənişli əsasda dinləyirlər. Amma sonra baxırsınız ki, o alimlər əslində elmdən danışmırlar. Onlar hər kəsin Google-dan danışa biləcəyi məlumat. Bəli, bəzi klişeləri səsləndirdilər. Demək ki, bir boşluq var və o boşluq bir alim obrazının yaratdığı boşluq var. O boşluğu nə doldurur bugün? Bugün o boşluğu təsadüfən bu sahəyə maraq olduğunu görüb, təsadüfən bu sahəyə gələn vizual effektlərlə populyarlıq qazanan insanlar doldurur və xaricdən bəzi alimləri dəvət edib ondan bir gəlir mənbəyi kimi istifadə eləmək motivasiyası doldurur. Və bizim öz alimlərimiz həm kommunikasiya bacarıqları olmadıqlarına görə, həm bürokratik maneələrə görə, həm də öz ixtisaslarının fəlsəfəsi ilə maraqlanmadıqlarına görə ictimaiyyət qarşısına çıxmırlar. Bizim alimlər və universitet müəllimləri mütaliə etmirlər. Oxumurlar. Nə qədər ya da nə qədər razısınız? Tam razısınız? Razıyam. İndi elə bir dövr gəlib çatıb ki, yazının sürəti oxunun sürətini üstəliyib. Belə bu cəmiyyətdə görünməmiş bir məsələdir. Belə ümumi qəbul olunmuş bir kriteriya var. Əgər hər hansı bir cəmiyyətdə elmin prioritetliyinin dövlət üçün, cəmiyyət üçün müəyyənləşdirilməsinin meyarlarını axtarırıqsa, bir neçə qəbul olunmuş meyarlar var ki, ona baxılmalıdır. Onların da içərisində ən əsası ümumi daxili büdcədən elmə ayrılan maliyyə vəsaitinin həcmi məsələsidir. Çox sevindirici haldır ki, bizdə 2022-26-cı illərin dövlət proqramında əsas qarşıya qoyulan hədəflərdən biri ümumi daxili məhsulda elmə ayrılan vəsaitin 2%-ə çatdırılması hədəfi qoyulubdur. Amma biraz öncə biz soruşanda ki, resurslu problem yoxsa model, siz model dediniz, amma indi elə başa düşdüm ki, daha çox resurs da burada artıq bərabərdir, onunla bərabərdir. İnstitutların elmi, texniki, laborator imkanları hesab elədim. İndi orada əgər belə deyək, resurslar düzəlsə, sizcə düşüncə modeli dəyişəcəkmi? Elm sosial təsisatdır da, fərdi fəaliyyət sahəsi olmaqdan daha çox cəmiyyətin bir sosial təsisatdır. O sosial təsisat qurulmalıdır, gələn gənclər cəlb olunmalıdır, gənclərin elmi mühitin içərisində yetişməsinə şərait yaranmalıdır. Təbii o təfəkkürün də inkişafına təsir edər əlbəttə. Yalçın bəy, resurs alsa biz düşüncə tərzini, düşüncə modelini dəyişəcəyimi, ya da hazırda əlimizdəki resurslarla o düşüncə modeli necə təsir göstərir, necə işləyir? Yox, resurs artsa, düşüncə modeli dəyişməyəcək. Yenə əvvəlki şeyi əvvəlki tərzdə görməyə davam eləyəcəyik. Çünki maddənin təfəkkürə təsiri birbaşa olmur, anlıq olmur, bu baş vermir. Bizdə adətən yenilik deyəndə düşünürlər ki, ya vəsait artırmaq lazımdır, ya da yeni struktur yaratmaq lazımdır. İkisini toplayıb, tutaq ki, ədəd ortasını tapıb 2 və ya 3 yeni struktur yaratmaq lazımdır. Bunlar bəlkə lazım ola bilər, amma bunlar ikinci, üçüncü dərəcəli addımlardır. Birinci addım təfəkkür və zehniyyət məsələsidir. Və bizdə həmin o təfəkkür və zehniyyət məsələsi yoxdur. Ən böyük problem ondadır ki, bu qurumlar hesabatlı deyil. Yəni, onların qarşısına sizə bu qədər büdcə ayrılır və bu büdcə ilə ilin sonunda bizə hansı real nəticələri verəcəksiniz deyə bir tələb qoyulmalıdır. O tələb qoyulmayanda, məsələn, hansısa bir orta əsrlər şairinin kitabını bəlkə 500-cü dəfə nəşr eləyib, onu yeni iş kimi
təqdim edə bilirlər. Yəni doğru meyarlar müəyyən edilməlidir və o doğru meyarlar əsasında fəaliyyət tələb olunmalıdır. Yaxşı, sizdən bir təhsil eksperti kimi soruşum. Siz nə görmək istəyirsiniz? Nə olmalıdır, amma indi yoxdur? Siz deyirsiniz ki, bax bizim institutlarda mən bunları görmək istəyirəm bir təhsil eksperti kimi, amma hazırda bunların heç biri yoxdur. Təbii ki, burada qarşıdurmada deyilik. Biz hamımız bu ölkənin vətəndaşıyıq. İstəyirik ki, bütün qurumlarımız effektiv olsun və ölkə danışa faydalı bilsin, olsun. dialoq yaranıb. Ən azından bu platforma o qurumların bir dialoq mərkəzi olsun. Əlbəttə. Bəli. Yəni məsələn mən Azərbaycanda azərbaycanlı alimlərin ictimaiyyət qarşısında çıxış elədiklərini, populyar olduqlarını, müasirlik ideyasından, ədalət prinsipindən, elmdən, elmi kriteriyalardan, obyektivlikdən danışdıqlarını görmək istəyirəm. Amma bizim bəzən çox məşhur tanınmış alimlərimiz var ki, adətən mifoloji məsələlərdən danışırlar. Alim statusunu zərərli psevdo-elmi fikirlərin yayılmasına istifadə edirlər. Bu birinci növbədə məsuliyyətsizdir. İkincisi mən istəyərdim ki, Danışmamaq Təfəkkür problemidir də, bayaq dediyimiz. təfəkkür problemi də yəni. Danışmamaq sizcə nədəndir? Qorxudur. Biraz öncə dediyiniz ki, birdən səhv eləyərəm. Mənə elə gəlir ki, danışmağa sözünüz yoxdur ya da söz bilirsiniz, yoxdur. elmi mədəniyyətin olduğu cəmiyyətlərdə elmin kommunikasiyası artıq ayrı bir sahə kimi formalaşıb. Yəni bunun çox yaxşı nümunələri var. Richard Feynman kimi, Carl Sagan kimi nümunələr var. Bizdə o nümunələr olmuyor. Bizim mədəniyyətimizdə də o kommunikasiya məsələsi yoxdur. Sizcə elmin kommunikasiyası, tanıtması, PR-ı, marketinqi digər biznes qurumlarında kimi getməlidir, yoxsa bunun başqa müəyyən qədər getməlidir. Elm və Həyat jurnalı var, misal üçün. Ağır dərəcədə sxolastik, ağır cümlələr, funksional olmayan məqalələrlə doludur. Mən bəzən o jurnalı almaq istədim və mən getdikcə Facebookda bir anonim profilə çatdım və orada mənə yazdılar ki, istəyirsinizsə akademiyaya gələ bilərsiniz almaq üçün. Yəni bu jurnal o qədər populyardırmı ki, insanlar akademiya o jurnalı insanların ayağına gətirməlidir, təqdim eləməlidir. Orta məktəb müəllimləri üçün təbiət fənləri dərsində istifadə elədikləri çətin anlayışları izah eləməlidir. Akademiyanın bir YouTube kanalı olmalıdır. O kanalda məsələn ən müxtəlif insanlar müxtəlif miflər yayırlar. Pandemiya dövründə olsun, enerji ilə əlaqədar olsun, xəstəliklərlə, viruslarla əlaqədar olsun. Biz heç bir akademiya nümayəndəsinin bu məsələlər üçün çıxış elədiyini, bir platformaya çevrildiyini qısa bu suala cavab verin. Elmi sadəcə böyüklər üçün yox, uşaqlar üçün də eləmək üçün, uşaqlara da maraqlı eləmək üçün nə edə bilərik? Elmi institutlar nə edə bilər misal üçün ya da nələrsə eləyirmi? Onun öz texnologiyaları var, elmin uşaqlar üçün maraqlı etmək üçün. Yenə dediyimiz elm və təhsil arasında inteqrasiyanı gücləndirmək lazımdır, elmin müəyyən modellərini Amma mənim bir fikrim yarımçıq qalıb ki, mən onu deyim. Biz daha çox söhbət əsnasında media ilə, tutaq ki, alimlərin mediaya qarşı açıq olmaması, ictimaiyyətə və cəmiyyətə qarşı açıq olmaması fikri bizim belə əsas qırmızı bir xətt. Mən də onu deyim ki, tutaq ki, Elmlər Akademiyasının rəsmisi olaraq deyim, bir elmin nümayəndəsi olaraq deyim, eyni zamanda mətbuatdan və sosial şəbəkələrdən müəyyən, belə deyək, ən yumuşaq şəkildə incikliyimiz var. Məsələn, nə idi? Niyə? Artıq 4 ildir Azərbaycan Milli Elmlər Akademiyası ictimai humanitar elmlərin, institutların deməli miqyasında fəaliyyət göstərir. Məsələn, jurnalistlərdən tutmuş, milli məclislərin deputatlarından tutmuş, adətən biz belə cəmiyyətdə, ictimaiyyətdə mülahizələr eşidirik. Falan innovasiya niyə sənayeyə tətbiq olunmur, akademiya hara baxır falan. Axı bu elmin ümumi respublikada koordinasiyası, əlaqələndirilməsi, funksiyası 4 ildir ki, Elm və Təhsil Nazirliyinə verilibdir. Akademiya bir Azərbaycan şünaslıq mərkəzi kimi dildir, tarixdir, fəlsəfədir, arxeologiyadır. Bu elm sahələrlə bağlı istənilən məsələyə biz cavab verir. O ictimai şuurda və təfəkkür elə məhz elmin ümumi cavabdehliyi yenə akademiyada olur. O funksional olaraq artıq ictimai Neynəsəz də yaxanızı qutara bilməyəcəksiniz. O funksional Elm və Təhsil Nazirliyində də orada da kifayət qədər yaxşı həqiqətən də işlər gedir. Digər bir tərəfdən bu çox qəribədir. İndi sosial şəbəkələr bir link alətinə çevrilib. Məsələn, mən fevral ayının 27-sində, bayaq Yalçın müəllimlə də söhbətdə dedim, akademiyada son dərəcə böyük bir tədbir, Türkiyoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir keçirilirdi. Dünyanın bütün ölkələrindən 100-ə yaxın xarici ölkə vətəndaşı, ölkənin bütün rəsmiləri, siyasiləri oradaydı, zaldaydı, qərar verən. Qəfil bütün sosial şəbəkələrdə xəbər yayılmağa başladı. Akademiyanın rəyasət heyəti bağlanır. Mən bir ayağım zalın içində baxıram.
o rəyasət heyətinin bağlanmasına qərar verəcək tutaq rəyasət heyəti üzvləri burada, ölkənin siyasi xadimləri Amma onlara burada. görə inciməyə dəyməz. Burada mən yox, onda mən nəyi kəşf elədim? Bu Lyotard adlı bir alim var. O interreallıq mətbuat anlayışı. Deyir, mətbuat elə edə bilir ki, interreallığı real olmayanı reallıq kimi təqdim edə bilir. Hə, onda mən bunu nəzəri cəhətdən oxumuşdum. Dedim, heç olmasa mətbuat o mənada sağ olsun ki, mənə interreallığın nə olduğunu başa saldı. İndi yekun olaraq mən onu deyim ki, hal-hazırda bütün Respublika miqyasında doktoranturaya qəbul imtahanları ərəfəsidir. Səmimi etiraf eləyək ki, maraq həqiqətən də bir o qədər deyil. Mən arzu eləyərdim ki, bizim Azərbaycan gəncliyində bir elm eşqi olsun, həmin o elm eşqi ilə elmə gəlsinlər. O bayaqların bizim hörmətli deputatımız dedi, o fədakarların hesabına elmi inkişaf etdirək. Təşəkkür edirəm sizə də, Yalçın bəy, sizə də. Çox sağ olun, Dəvət. Hər iki qonağımın arzuları, istəkləri təbii ki, bu cəmiyyət üçündür. Biz burada ola bilsin ki, bizi izləyən tamaşaçılar ya da qonaqlar bəzən elə düşünə bilər ki, biz televiziya olaraq qonaqlar arasında hansısa bir müəyyən məqamları tapıb bir mübahisə ya da bir diskus yaratmaq istəyirik. Amma bu belə deyil. Çünki müzakirə olmasa, qarşı tərəflərin fikirləri olmasa biz düzü seçə bilmərik. Ona görə də bizim burada olan söhbətlər, qonaqların bura gəlməsi məhz sizin aydınlanmağınız üçündür. Bugün gördük ki, məsələ təkcə elm deyil. Məsələ elmin cəmiyyətlə münasibətidir. Çünki elm susanda boşluğu başqaları doldurur. Və bəlkə də problem insanların elmə maraqsız olması deyil. Bəlkə problem odur ki, elm uzun illərdir insanlarla danışmır. Elm laboratoriyada qala bilər, amma cəmiyyət laboratoriyada yaşamır. Əgər elmi institutlar insanlarla danışmırsa, insanlar cavablarını başqa yerlərdə axtarmağa başlayır. Və bəlkə də bugün əsas məsələ elmin olmaması deyil, elmin görünməməsidir.